Əgər siz də Türkiyədə tam təqaüdlə təhsil almağı planlaşdırırsınızsa, əsas meyarları bilməlisiniz. 1. Maksimum yaş limiti. Subbakalavr və bakalavr üçün 21 yaş, magistratura üçün 30 yaş, doktorantura üçün isə 35 yaş. 2. Minimum akademik göstəricilər 100 bal üzərindən. Subbakalavr və bakalavr üçün 70 bal, magistratura və doktorantura üçün 75 bal, tibb, diş həkimliyi və əczaçılıq üçün isə 90 bal. 3. Təqaüdün qarşıladığı xərclər. Universitetin tam təhsil haqqı, yataqxana xərcləri, tibbi sığorta, bir dəfə gediş-gəliş təyyarə bileti, yəni təhsilə başlayarkən və məzun olarkən və aylıq cib xərcliyi. Aylıq cib xərcliyi bakalavr və subbakalavr üçün 4500 TL, magistratura üçün 6500 TL, doktorantura üçün isə 9000 TL nəzərdə tutulub. 4. Müraciət tarixi. Rəsmi müraciət 10 yanvar 20 fevral tarixləri arasında olur. Lakin sənədləriniz qeydiyyat başlamazdan əvvəl tam hazır olmalıdır. 5. Müraciət prosesi. Qeydiyyatlar tamamlandıqdan sonra mart-aprel aylarında müraciətlər qiymətləndirilir, aprel-iyun aylarında müsahibələr keçirilir, avqust ayında isə nəticələr açıqlanır və qaliblər elan edilir. Şirkətimiz Türkiyə təqaüd proqramlarına müraciət prosesində sənədlərin hazırlanması, sistem qeydiyyatı, motivasiya və tövsiyə məktubları hazırlığı daxil olmaqla sizlərə tam dəstək göstərir. Əgər siz də Türkiyədə tam təqaüdlə təhsil almaq istəyirsinizsə, bizim xidmətlərimizdən rahatlıqla faydalana bilərsiniz.